Herkese salam. Bu dəfə hazır aldıqlarınızdan dadı və görüntüsü ilə əsla seçilməyən, çox dadlı, ləzzətli və ən əsası da içini bildiyimiz burger resepti bölüşürəm. Əvvəlcə çörəyini hazırlayırıq. Çörəyi üçün qaba ilıq süd, su, instant maya, duz, şəkər tozu və bir ədəd yumurta əlavə edib tel çırpıcı ilə qarışdırırıq. Dəqiq ölçülərini videonun açıqlama hissəsində qeyd edəcəm. Daha sonra isə üzərinə ələnmiş undan əlavə edirəm. Undan biraz saxlayıram ki, xəmir birdən bərk olar. Ona görə də siz də çalışın. Qalan unu az əlavə edəsiniz. Qalan undan da biraz əlavə edib xəmir yoğururam. Xəmir hazır olana yaxın otaq temperaturunda olan kərə yağından əlavə edirəm. Kərə yağını margarinlə də əvəz edə bilərsiniz. Və yoğurub xəmiri hazır edirəm. Hazır olan xəmirin üzərini möhkəmcə örtüb 1 saat, saat yarım otaq temperaturunda mayalanmağa qoyuram. Kotlet üçün 700 qram qiymənin üzərinə duz, istiot əlavə edirəm və əlimlə yaxşıca yoğururam. Mən orta yağlı dana ətindən istifadə etdim. Belə bir qabla forma verirəm. Əgər istəsəniz siz bunu adi qapaqla da edə bilərsiniz. Qapağın içərisinə salafanı qoyursunuz və ətdən əlavə edib bu şəkildə bastıraraq forma verirsiniz. Mən bu dəfə belə bir qabdan istifadə etdim. Xəmiri yaxşı forma vermək lazımdır ki, bişərkən kənarlara açılmasın. Və bu şəkildə hazır olur. Digərlərini də eyni qayda ilə hazırlayıram. Soyuducuda yarım saat qədər saxlayıram ki, özünü tutsun. Tavaya biraz duru yağ əlavə edirəm. Tavanı və duru yağı yaxşıca qızdırmaq lazımdır. Kotletləri əlavə edib qızardıram. Bu arada kanalıma hələ də abunə deyilsinizsə, kanalıma abunə olmağı unutmayın. Videomu əgər bəyəndinizsə, like düyməsini basaraq mənə dəstək ola bilərsiniz və yaxınlarınızla da bölüşün kanalımı ki, hamının qarşısına çıxa bilsin. Dəstək olan, yorum yazan hər kəsə təşəkkür edirəm. Və üzərinə istəyə görə dilim pendir qoya bilərsiniz. Pendiri burada da qoya bilərsiniz. Hazırlayarkən də belə qoya bilərsiniz. Bu sizin zövqünüzdən asılıdır. Bu şəkildə hazır olur. Pendir əriyir və götürürəm. Xəmirimiz artıq mayalandı. Mayalanmış xəmirin havasını alıram. Dəzgahın üzərində uzunsov forma verib 7 bərabər hissəyə bölürəm. Hər gündənin təxmini 100 qramdan tuturam. Əlimlə kündələrə yuvarlaq forma verirəm və yağladığım soba listinə yığıram. Üzərinə örtüb soba listində təxminən 1 saat qədər mayalandırırıq. Mayalandıqdan sonra üzərinə süd və su qarışığını çəkirəm. İstəsəniz adi suda çəkə bilərsiniz və biraz küncüz səpib 190 dərəcəli sobada bişməyə qoyuram. Gördüyünüz kimi yumuşaq, ətirli, dadlı çörəklərimiz hazırdır. Çox yumuşaq olub, çox dadlı görünür doğrudan da. Ən ideal resept məncə budur. Siz də bu reseptlə hazırlayın. Elə tam soyumamış belə kəsdim. Kotletləri qızartdığım tavada çörəklərin içərisini bir balaca qızardıram. Bunu etməyə də bilərsiniz, zövqünüzdən asılıdır. Və burgeri yığmağa başlayırıq. Əvvəlcədən ketçup hazırlamışdım. Onu yaxıram, üzərinə çaxı qoyuram.
Daha sonra kotletlərdən bir ədəd qoyuram. Duzlu xiyardan istifadə etdim. İstəsəniz pomidor da əlavə edə bilərsiniz. Qızartdığım soğanlardan biraz qoyuram. Sonda mayonez qoyuram və üzərini örtürəm. Bu şəkildə ilk burgerimiz hazır oldu. Çox gözəl görünür. İkincisini də eyni qayda ilə hazırlayıram. İstəsəniz zövqə görə içərisini biraz dəyişdirə bilərsiniz. Mən bu istiliklə çox bəyəndim. Fikirlərinizi bildirməyi unutmayın. Kanalımın dəstəyinizə ehtiyacı var. Mütləq fikirlərinizi rəy bölməsində yazın. Siz də bu qayda ilə hazırlayın. Uşaqlara evdə sevdiyi yeməklər hazırlamağı çox sevirəm. Məncə onların da ürəklərindən olur. İzlədiyiniz üçün təşəkkür edirəm. Yeni videolarımda görüşənədək.